valideyn gərək övladın gözündən düşməsin, yəni hörmətdən düşməsin. Valideynin ehtiramını, hörmətini saxlasın. Çünki وَبَسَّيْنَا الْاِنْسَانَ بِوَالِدَيْهِ Quran-ı Kərimdə Allah Teala buyurur ki, biz insana valideynini, ata və anasını tövsiyə elədik. Onları ona tapşırdıq ki, yəni onlardan müğayət olsun. Ədəb, hörmət, ehtiramını valideynlərinin saxlasın, onları incitməsin. Hətta ayənin bir yerində buyurur ki, "Ənişkurli və livalideyk" Mənə şükür elə, mənə təşəkkür elə və valideynlər və ata və anava təşəkkür elə. İnsan övladını itirərsə, yenidən övlad qazanmaq müəyyən mənada şansı var. Amma valideyn itirərsə, valideyni qazanmaq şansı yoxdur. Valideyn seçimində insan ixtiyar sahibi deyil demək olar ki. Ona görə valideynin qədrini bilməsini Allah Teala Quran-ı Kərimdə bu cür mühüm şəkildə tapşırır. Valideynin ehtiramını, hörmətini qorumaq, saxlamaq. Valideyn də diqqətli olmalıdır ki, müəyyən məsələlərdə elə rəftar eləməlidir, elə davranmalıdır övladla ki, onun hörməti, ehtiramı aradan getməsinə övlad tərəfindən səbəb olmasın.